Добрый день, дорогие зрители! Всех приветствую на моем канале Уроки русского языка. У нас с вами опять был перерыв, и мы с вами заново продолжаем снимать наши видео по русскому языку. Это у нас второй класс из новой книжки, новой версии. И мы сегодня с вами начинаем 6-й раздел, уже последний раздел этой книжки. Сегодня у нас тема музыка, музыка источник вдохновения. Это урок 25. И начинаем с первого задания, отвечаем на вопросы по kартинке. Salam əziz izləyicilərimiz, xoş gəlmisiniz kanalıma Rus dili dərsləri. Bir aylıq fasilədən sonra biz sizinlə yenidən davam edirik, dərslərimizi çəkirik. Və bizim bugün 2-ci sinif kitabımızdır, yeni versiyadır bu. 25-ci dərsidir, 6-cı bölməni başlayırıq. Sonuncu bölmədir bu kitabda. Musiqi haqqındadır bu dərsimiz və birinci tapşırığı başlayırıq. Şəkil üzrə suallara cavab veririk. Первый вопрос, что вы видите на картинке? Deyir, şəkildə nə görürsünüz? Biz deyəcəyik ki, biz şəkildə musiqi alətlərini görürük. На картинке мы видим музыкальные инструменты. Bir də təkrarlayıram, qısa da deyə bilərsiniz музыкальные инструменты və yaxud da tam cavab verə bilərsiniz. Мы видим на картинке музыкальные инструменты. Второй вопрос, как они называются? İkinci sualımız onların adları nədir? Bir deyək. Baxın, bu saz, Azərbaycan-Rus eynidir. Tar, bu da Azərbaycan-Rus eynidir. Kamança, bu da Rus-Azərbaycan eynidir. Və qaval, bəzən bubin də deyirlər. Bu onların adlarıdır. Вы любите музыку? Musiqini sevirsiniz. Kim sevirsə deyir ki, да, я люблю музыку. Kim sevmirsə deyir, нет, я не люблю музыку. На каком инструменте вы можете играть? Deyir, hansı alətdə çala bilirsiniz, oynaya bilirsiniz. Kim hansında çala bilirsə desin. Mən misal üçün deyək ki, pianinoda çala bilirəm. Necə deyirik rus dilində? Я могу играть на пианино. Və yaxud da я умею играть на пианино. Bax, belə də deyirlər daha çox. Я умею играть на пианино. Bax, belə cavab verəcəksiniz. Və yaxud da başqa alətin adını deyəcəksiniz. Укажите картинки, название которых отвечает на вопрос «что». Burada şəkildə nə sualına verəcək, cavab verən sözləri biz deməliyik sizlə. Burada babuşka, deduşkanı saymırıq, çünki onlar кто sualına cavab verir. Digər alətlərin adlarını deyirik və onları что sualı ilə biz uyğunlaşdırırıq. Bu arfadır, это arfa, что sualına cavab verir. Это свирель, tütəkdə deyirlər. Это флейта. Fleyta и это dedik bubin. Qavalda deyirlər, bubin də deyirlər. Bunlar dördü bizə uyğun olur. Задание 4. Повторите диалоги вслед за учителем, составьте новые по образцам. İndi bunu biz oxuyuruq, tərcümə edirik. Siz də buna oxşar bir dialoq qurursunuz. Здравствуй, Хурама. Как дела? Привет, Джейхон. Спасибо. Нормально. Как твои дела? Хорошо. Иду на экзамен по музыке. У меня тоже сегодня экзамен. Удачи тебе. Спасибо. Тебе тоже удачи. Nə deyir burada? Salam Xurama, necəsən? İşlərin necədir? Salam Ceyhun, çox sağ ol, normal. Sənin işlərin necədir? Yaxşıdır. İmtahana gedirəm musiqidən. Mənim də bugün imtahanımdır. Uğurlar sənə. Çox sağ ol. Sənə də həmçinin uğurlar. Baxın, udачи bu gözəl ifadədə tez-tez istifadə olunur. Nəzərə alarsınız. Və bir dənə də bizim диалогumuz var. Наргиз, что ты хотела мне сказать? Папа, пожалуйста, купи мне саз. Хочу научиться играть на сазе. Отличная идея, умница. Это наш национальный музыкальный инструмент. Завтра же пойдем вместе и купим. Спасибо, папа. Nərgiz, sən nə demək istəyirdin mənə? Ata, zəhmət olmasa mənə saz al. Mən sazda çalmağı öyrənmək istəyirəm. Əla fikirdir, ağıllı bala. Bu bizim milli musiqi alətimizdir. Sabahdır. Gedərik, bir yerdə alarıq. Çox sağ ol, ata. Bu da bizim dialogumuzdur. Buna uyğun dialoglarda qurun, mütləq uşaqlar istifadə eləsinlər. Tak, укажите соответствие. İndi deyir, burada uyğunlaşdırın. Burada biz strunni sözü ilə alətləri uyğunlaşdırmalıyıq. Strunni, yəni simləri olan alətlərdən söhbət gedir. Bizə burada sadəcə pianino uyğun gəlmir. Çünki pianinanın belə knopka deyəndə belə klavişaları var. Onları basırlar. Klavişli instrumentdir. Digərləri isə hamısı strunni instrumentdir. Burada saz, skripka,
arfa, gitara, tar. Bunlar hamısı bizə bu sözə uyğun olur. Strunный sözü ilə uyğunlaşdırırıq. И запишите элементы буквы U. Burada da U hərfinin böyük, balaca U verilib. Onu yazıb öyrənmək lazımdır. Bukva U. Bu qədər bu dərsimiz. Gələn 26-cı dərsdə sizinlə görüşərik. Sizə uğurlar, suallarınız olsa mütləq yazıb soruşarsınız. До свидания, всем удачи, увидимся, пока-пока.